Salam, hörmətli abituriyentlər. Bugün köməkçi nitq hissələrindən olan qoşma haqqında bir neçə vacib məqama baxacağıq. Deməli, qoşma ismin, adlıq, yiyəlik, yönlük və çıxışlıq halında olan sözlərlə qoşularaq müəyyən bir məna çaları əmələ gətirir. Qoşmalar təklikdə müstəqil məna bildirmir. Yəni, ismin bu hallarında olan sözlərə qoşularaq müxtəlif məna çaları əmələ gətirir və qoşmalar qoşulduğu sözlə birlikdə cümlə üzvü olur. Qoşmalar quruluş baxımından yalnız sadə olur. Yəni, mürəkkəb qoşmalar və yaxud da düzəltmə qoşmalar yoxdur. Və bayaq da qeyd elədik, qoşulduğu sözlə birlikdə cümlə üzvü olur. Məsələn, sənin kimilər azdır. Azdır xəbər, kim? Sənin kimilər. Burada mübtəda olub. Bunlar sənə aiddir. Nədir? Sənə aiddir. Nə? Bunlar. Burada xəbər rolunda çıxış eləyir. Bu cümlədə mübtəda rolunda çıxış eləyir. Və yaxud da sənin üçün darıxıram. Darıxıram. Nə edirəm? Darıxıram. Kim üçün? Sənin üçün. Burada da tamamlıq rolunda çıxış edə bilir. Qoşmalar qoşulduğu sözlə birlikdə bəzi qrammatik şəkilçilər qəbul edə bilir. Bu şəkilçilər hansılardır? İsmə məxsus olan cəm, hal, mənsubiyyət, və xəbərli şəkilçiləri. Məsələn, bayaq burada qeyd elədim. Bunlar sənə aiddir. Və yaxud da deyə bilərəm ki, sözüm sənin kimilərədir. Sənin kimilərədir. Nədir? Sənin kimilərədir. Nə? Sözüm. Burada xəbərdir. Və qoşmalı söz xəbər olanda idi ilə işlənə bilir. Bunu qeyd olaraq yazsaq, qoşmalı söz xəbər olanda idi ilə işlənir. Məsələn, dediklərim ona aid idi. Dediklərim ona aid idi. Belə. Bəs nələr qoşma ilə işlənmir? Deməli, təsriflənən feillər, daha sonra feili bağlamalar qoşma ilə işlənmir. Bunlar qoşma ilə işlənmir. Təkizalı qoşmalar var ki, onlar sözə bitişik yazılır. Bunlar hansı qoşmalardır? Tək, dək, cə, can, cən. Bu qoşmalar sözə bitişik yazılır. Qoşmanın müxtəlif məna çalarları var. Bənzətmə bildirən qoşmalar var. Qədər, kimi, tək, cə, birgəlik vasitə bildirənlər var. İlə, bəzən də ca. Məsafə bildirənlər var. Qədər, kimi, dək, can. İstiqamət var. Tərəf, doğru, qarşı, sarı. Aidlik bildirən qoşmalar var. Aid, dair, məxsus, haqqında, barəsində. Zaman bildirən qoşmalar var ki, sonra, əvvəl, qabaq, bəri. Zaman bildirən qoşmalar sonra və bəri qoşmaları yalnız cümlə daxilində bir-biri ilə sinonim olur. Deməli, zaman bildirən
sonra və bəri qoşmaları cümlə daxilində bir-biri ilə sinonim olur. Sonra var fərqləndirmə qoşmaları, qeyri, başqa, savayı, ayrı, özgə, əlavə, səbəb, məqsəd, istinad qoşmaları, üçün, ötrü, görə, əsasən qoşmaları. Və qoşmaların deməli amonimliyi var. Məsələn, bir baxsaq, kimi qoşması. Kimi həm qoşma olur, həm də əvəzlik olur. Amma kimi qoşması qeyri-müəyyən əvəzlik olur. Qeyri-müəyyən əvəzliklə amonim olur. Yəni kimi qoşması ilə sual əvəzliyi, kimi sual əvəzliyi belə deyək, amonim kimi işlənmir. Sonra amonim qoşmalardan var qədər qoşması. İsim olur. Bəxt, tale, qədər mənasında. Bir də qoşma olur. Məsələn, axşama qədər səni gözlədim. Tək qoşması var. Tək qoşması qoşma olur, sifət olur, zərf olur və ədat kimi işlənir. Amma bu söz, bu tək qoşması sifət və zərf kimi amonim deyil. Niyə amonim deyil? Çünki bunlar ortaq sözdür. Eyni mənanı verir. Ona görə də sifət zərf kimi amonim götürmürük. Amma qoşma sifət, qoşma zərf, zərf ədat, sifət zərf kimi bunları amonim götürə bilərik. Var ilə qoşması. İlə, lalə. Deməli, ilə qoşması qoşma və bağlayıcı olur. Qoşma, bağlayıcı. Nə zaman qoşma olur, nə zaman bağlayıcı olur? Qardaş, məsələn, bura yazıram. Qardaşımla mən oxudum. Bir də yazıram. Qardaşımla mən oxuduq. Qardaşımla mən oxuduq. Nə etdim? Oxudum. Kim? Mən kimi ilə oxudum? Qardaşımla. Bax, burada görürsünüz, xəbər birinci şəxsin təkində işlənib. Burada olacaq qoşma. Nə etdik? Oxuduq. Kim? Qardaşımla mən. Deməli, burada isə xəbəri birinci şəxsin cəmindədirsə, bu zamanda olacaq ilə bağlayıcı. Yəni, ilənin bağlayıcı və yaxud da qoşma olduğunu fərqləndirməyin ən rahat yolu budur. Daha sonra amonim qoşmalardan tərəf qoşması var, doğru qoşması var, qarşı, qabaq qoşması var, əlavə var. Əlavə, məsələn, əlavə qoşma olur, sonra sifət olur və isim olur. Bu şəkildə, yəni yadda saxlaya bilərik. Və elə qoşmalar da var ki, onlar yalnız qoşma kimi işlənir. Bunlar hansılardır? Yalnız qoşma. Üçün, ötrü, görə, savayı, dək və can. Amma burada bir məsələ var ki, bunu artıra bilərik haqqında, barəsində, barədə sözləri. Amma burada bir istisna məqam var ki, əgər başlanğıc forma deyilsə, bu fərqli olur. Məsələn, bax, mən bu üçün sözünü sənin üçün bu zaman olacaq say, amma bu şəkildə bütöv olarsa, burada olacaq qoşma.
Yəni onda cümlə daxilində işlənməsinə baxacaq. Və yaxud da görə sözü. Görə bir var, mən görəm, sən görəsən, arzu şəkli. Arzu şəkli. Bu zaman bunun başlanğıc forması nə olacaq? Gör. Bir də görə qoşma kimi. Qoşma kimi olanda artıq bunun başlanğıc forması ilə görə olur. Bu zaman da qoşma olur. Bir də kimi qoşmasını bəzən zaman mənası bildirir. Bu da nə zaman olur? Kimi qoşması, kimi feili sifətə qoşulanda. Feili sifətə qoşulanda zaman bildirir. Zaman bildirir. Məsələn, uşaq səs eşidən kimi ağladı. Burada deməli kimi qoşması feili sifətə qoşulub zaman bildirir. Və yaxud da kimi qoşması tərzi hərəkətə də aid ola bilər. Tərzi hərəkət. Necə olacaq? Bülbül oxuyan kimi. Necə, nə cür, nə tərzdə? Bülbül oxuyan kimi. Bu qədər. Dinlədiyiniz üçün təşəkkürlər.